Anar mənim qururum idi, arxam idi, dayağım idi. Mən bilirsiniz, elə bilirəm ki, Anar əskərlikdədir. Mən elə təsəlli ilə yaşayıram. Özümə təsəlli verib demişəm ki, mənim balam əskərlikdədir. Əskərliyini çəkib nə vaxtsa qayıdacaq. Mən o təsəlli ilə yaşayıram. Sakit, mehriban, gülərüz, çox zəhmətkeş idi. 13 yaşından işləyirdi. Evə çörək gətirirdi. Moykada işlədi bir müddət, sonra getdi. Evlərdə işləyirdi. Hətta mebel sexində işlədi. Sonra əskərliyə gedib, əskərliyini bitirib gələndən sonra Araz marketə düzəldi. Araz marketdə satıcı işlədi 7 ay. Sevinə-sevinə gedirdi, gəlirdi. Axşam saat 11-də həmişə o mənə zəng elirdi ki, evə nəysə lazımdır, alım, gəlim. Hər axşam 11-in yarısı olanda ürəyim parçalanır. Elə bilirəm ki, Anardan bu dəqiqə zəng gələcək. Elə bilirəm Anar gələcək. Axırıncı dəfə ayın 12-si Anarla danışığımız oldu. Mamamla mən danışdım Anarla. Bir müddət zəng gəlmədi. Nigaran qaldıq. Ayalı Anar niyə zəng eləmir, niyə zəng eləmir? Dəli kimi olmuşdu. Sonra zəng gəldi. Qardaşıma dedilər ki, Anar şəhid olub. Xocavənd uğrunda gedən döyüşlərdə şəhid olub. Döyüş yoldaşlarının danışdığına görə deməli, Şuşaya hardasa bir 20 kilometr zat qalmış idi, susuz uydular. Neçə sutkaydı, 4 gün idi, 3 gün idi, ac, susuz. Xocavənddə ferma var idi, onun bir yanında su axırmış, dağın üstündə. Su görüblər. Anar deyib ki, siz oturun, mən özüm düşəcəm sizə. Mənim oğlum yastı boy idi, balam. Həm sizdən balacayam, həm də zirəyəm. Düşüb özüm su götürəcəm. Hətta zarafatça dedi ki, birdən şəhid olsam, deyirsiniz ki, Qumaşov Anar su üstündə şəhid oldu, hər su içəndə də məni xatırlayarsınız. Balam doğrudan da şəhid oldu, su üstündə. Hətta aşağıda bayrağı da biz asmışıq. Ki, insanlar keçəndə başlarına əyib keçsinlər. Çünki bayraq müqəddəsdir. Bizim şəhidlərimiz vətən uğrunda, torpaq uğrunda, bayraq uğrunda şəhid olublar. Şəhidlərimizin qanı var bayraqda. Şəhidlərimiz bayrağa bükülüb gəlib. Arazdan gəlirlər, iş yoldaşları gəlir. Gəlirlər, gedirlər, sağ olsunlar, yaddan çıxartmırlar, dəyər verirlər. Gəlməsələr, elə bilərəm mənim şəhidim unudulub. Amma gəlirlər. Balamı yaşadırlar. Mənim anarımı yaşadırlar.